Salam əziz şagirdlər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə ədədin tam və kəsr hissəsi mövzusunu izah edəcəm. Kanala abunə olmağı, rəy yazmağı unutmayın. Birinci ədədin tam hissəsindən danışaq. Deməli, tam hissə nə deməkdir? X ədədindən böyük olmayan ən böyük tam ədədə X ədədinin tam hissəsi deyilir və bu şəkildə, yəni qapalı mötərizə X, bu X-in tam hissəsini ifadə edir. Böyük olmayan o deməkdir ki, yəni tam hissə ədədin özündən kiçik və bərabərdir. Yəni bu anlamı verir. Tam hissə X kiçik bərabərdir X-dən. Yəni tam hissə, uşaqlar, tam hissə ədədin solunda yerləşən tam ədəddir. Biz məsələn bir ədəd oxu çəksək bura, diqqətlə qulaq asaq, bir ədəd oxu çəkirəm. Tutalım ki, bura sıfır hesablanma başlanğıcı sıfırdır, bura 1'dir, bura 2'dir, bura 3'dür, 4'dür. Bir də mənfilərdir. Yəni sol tərəfdə mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4 və s. İndi dedik ki, tam hissə verilən ədəddən böyük olmayan ən böyük tam ədədə deyilir. Yəni 3,2'dən 3,2'nin solunda yerləşən ən böyük tam ədəd nədir? 3'dür. Çünki 3,2, diqqətlə bura baxaq, 3,2 3 ilə 4 arasında yerləşir. 3,2'nin solunda yerləşən tam ədəd 3'ə bərabərdir. Yəni 3,2'nin tam hissəsi 3'dür. Eyni qayda ilə 2,7 2 ilə 3 arasında yerləşir. 2,7'nin tam hissəsi solunda duran ən böyük tam ədəd 2'dir. Yəni 2,7'nin tam hissəsi 2'dir. 6 elə tam hissəsi özünə bərabərdir. Yəni istənilən tam ədədin tam hissəsi elə ədədin özünə bərabərdir. Mənfi 3,7, mənfi 3,7'nin solunda yerləşən ən böyük tam ədəd mənfi 4'ə bərabərdir. Diqqətlə baxın. Mənfi 3,7 təqribən burada yerləşir. Mənfi 3,7'nin solunda yerləşən tam ədəd mənfi 4'ə bərabərdir. Eyni qayda ilə mənfi 9,1, bunun da solunda yerləşən ən böyük tam ədəd mənfi 10'a bərabərdir. Ədədin tam hissəsi ilə kəsr hissəsinin cəmi ədədin özünə bərabərdir. Onda tam hissə X, bu kəsr hissəni ifadə edir. Üstəgəl kəsr hissə X bərabərdir X-in özünə. Bu kəsr hissəni ifadə edir. Kəsr hissəni tapmaq üçün biz ədəddən onun tam hissəsini çıxırıq. Yəni kəsr hissə X bərabərdir, ədədin özü çıxılsın tam hissəsi. Burada bir qeyd var, önəmli bir qeyddir. Kəsr hissə heç vaxt mənfi olmaz və həmişə 0 ilə 1 arasında yerləşir. Kəsr hissə heç vaxt mənfi olmaz və 0 ilə 1 arasında yerləşir. Yazmışıq, kəsr hissə X daxildir 0-1 aralığına. 0 daxildir, 1 daxil deyil. İndi burada bəzi nümunə misallar yazmışam. Bunların tam və kəsr hissələrini tapaq. İndi birinci 12,4'dür. 12,4. 12,4'ün tam hissəsi 12'dir. Çünki 12,4'ün solunda yerləşən ən böyük tam ədəd 12'dir. Onda kəsr hissə 0,4 olacaq. Və yaxud da kəsr hissəni tapmaq üçün ədədin özü, yəni 12,4 çıxılsın tam hissəsi. Yəni kəsr hissə tapmaq üçün həmişə ədədin özündən tam hissəsini nə etmək lazımdır? Çıxmaq lazımdır. Yəni 12,4'dən 12'ni çıxıram. Bu da nəyə bərabər olacaq? 0,4'ə bərabər olacaq. Növbəti 29. 29 ədədinin tam hissəsi elə 29'dur. Onda kəsr hissəsi də 0'a bərabər olacaq. İkinci misala baxaq. Mənfi 31,5. Mənfi 31,5'in solunda yerləşən tam ədəd mənfi 32'dir. Yəni mənfi 31,5'in tam hissəsi mənfi 32'yə bərabərdir. Onda kəsr hissəni tapmaq üçün biz dedik ki, ədədin özündən, yəni mənfi 31,5'dən çıxacağıq mənfi 32'ni. Mənfi 32'ni çıxırıq. Bu da bizə verəcək. Mənfi 31,5 üstəgəl 32. Bu da bərabər olacaq nəyə? 0,5'ə bərabər olacaq. Yəni mənfi 31,5'in tam hissəsi mənfi 32, kəsr hissəsi isə 0,5'ə bərabərdir. Misal 3'ə baxaq. Mənfi 0,23. Mənfi 0,23'ün uşaqlar tam hissəsi nədir? Bunun tam hissəsi bilirik ki, mənfi 1'ə bərabərdir. Çünki mənfi 0,23'ün solunda yerləşən ən böyük tam ədəd mənfi 1'dir. Onda kəsr hissəsi bərabər olacaq. Ədədin özü, yəni mənfi 0,23 çıxılsın ədədin tam hissəsi mənfi 1'dir.
Mənfi 0,23 üstə gəlib 1-dir. Bu da bizə verəcək 0,77. Deməli, mənfi 0,23-ün tam hissəsi mənfi 1-ə, kəsr hissəsi isə 0,77-yə bərabərdir. Baxaq növbəti suala, kök 13-ə baxaq. Kök 13 hansı tam ədədlər arasında yerləşir? Bilirik ki, kök 13 kök 9 ilə kök 16 tam arasında yerləşir. Yəni kök 9 3-ə bərabərdir. 3 kiçikdir kök 13. O da kiçikdir 4. Deməli uşaqlar, kök 13-ün tam hissəsi 3-ə bərabərdir. Kök 13-ün solunda yerləşən ən böyük tam ədəd 3-dür. Onda təkrar edirəm, kəsr hissəni biz necə tapırdıq? Kəsr hissə bərabərdir ədədin özü, yəni kök 13 çıxılsın ədədin tam hissəsi 3-dür. Vəssalam. Deməli, kök 13-ün tam hissəsi 3, kəsr hissəsi isə kök 13 minus 3-ə bərabərdir. Növbəti suala baxaq. Misal 5-ə baxaq. Misal 5-də nə deyir? Bizə deyir ki, kök 17 çıxılsın 8-in tam hissəsini tapın. Əvvəlcə kök 17-nin tam hissəsini tapaq. Yəni bilirik ki, kök 17 hansı tam ədədlər arasında yerləşir? 4-dən böyükdür, 5-dən kiçikdir. Kök 17 4 ilə 5 arasında yerləşir. Bunların hər birindən bir nə çıxırıq? 8-i çıxırıq. Onda 4-dən 8 çıxsaq, çünki mənə kök 17-nin yox, kök 17 minus 8-in tam və kəsr hissələri lazımdır. Ona görə mən nə edirəm? Bunların hər birindən 8 çıxıram. Yəni 4-dən 8 çıxsaq, mənfi 4 kiçikdir kök 17 minus 8, o da kiçikdir mənfi 3-ə. Deməli gördüyüm ki, uşaqlar, kök 17 minus 8-in tam hissəsi, burada qeyd edirəm, kök 17 minus 8-in tam hissəsi bərabərdir mənfi 4-dür. Kəsr hissəsi isə bərabərdir kök 17 minus 8-dən çıxıram mənfi 4-ü. Bu da bizə verəcək kök 17 üstəgəl, yox, kök 17 çıxılsın 4 olacaq. Ümumiyyətlə biz nə dedik? Dedik ki, tam hissə ilə kəsr hissənin cəmi ədədin özünü verməlidir. Baxın, kəsr hissə, yəni kök 17 minus 4 ilə mənfi 4-ü toplasam, mənə nə verəcək? Kök 17 minus 8 verəcək. Növbəti suala baxaq. Deməli, 7 minus kök 29-un tam hissəsini soruşur. 7 minus kök 29-un tam hissəsini tapmaq üçün, tam və kəsr hissəsini soruşur. Bunu tapmaq üçün biz nə edəcəyik? Eyni formada, baxın, bilirik ki, kök 29 5 və 6 tam ədədləri arasında yerləşir. Amma mənə kök 29 yoxdur. Bir dəqiqə bunu belə yazsaq daha yaxşı olacaq. Baxın, mənfi kök 29 hansı tam ədədlər arasında yerləşir? Mənfi 6 kiçikdir mənfi kök altında 29. O da kiçikdir nə? Mənfi 5 arasında yerləşir. Bunu bu şəkildə yazdım. İndi mənə nə lazımdır? 7 minus kök 29-un tam və kəsr hissələri lazımdır. Ona görə mən nə edirəm? Bunların hər birinin üzərinə 7-ni əlavə edirəm. Və 7-ni əlavə eləsək olacaq 1 minus 7 minus kök altında 29, o da kiçikdir neçə? 2. Deməli, 7 minus kök 29'un 7 minus kök altında 29'un bunun tam hissəsi 1'ə, kəsr hissəsi isə 7 çıxılsın kök altında 29 çıx 1. Bu da mənə verəcək 6 minus kök altında 29 verəcək. Baxın, kəsr hissə ilə tam hissənin cəmi yenə bizə nə verirdi? Ədədin özünü verir. Yəni, baxın 6 minus kök 29'un üzərinə 1 gəlsək, nə alırıq? 7 minus kök 29 alırıq. Deməli 7 minus kök 29 tam hissəsi oldu 1, kəsr hissəsi oldu 6 çıxılsın kök altında 29. Növbəti suala baxaq. Bu sual qəşəng sualdır və qəbulda çıxmış sualdır. Deyir ki, kök 30 minus 3 kök 3 ədədinin kəsr hissəsi ilə bu ədədin əksi olan ədədin hasilini soruşur bizdən. Deməli, nə edirəm burada? Kök 30 çıx kök altında 27. Yəni 3'ü attım kökün altına. İndi görürəm ki, uşaqlar görürəm ki burada bunun tam hissə bərabərdir 0'dır. Nəyə görə? Çünki belə deyək də təqribən 30'dan kök çıxır 5'dən böyük ədəd. Yəni məsələn 5,6 5,5 götürə bilərik təqribən.
Bunu da kök götürə bilərik. 5'dən yenə böyükdür, yəni 5,2. Onları bir-birindən çıxsaq 0 tam nə qədərsə olacaq. 0 tam nə qədər hissəndə tam hissəsi 0'dır. Yəni tam hissə 0'dır. Tam hissə 0 olanda uşaqlar kəsr hissə ilə ədədin özüdür. Yəni bu ədədin kəsr hissə bərabərdir kök 30 minus kök 27-yə. Yəni tam hissə 0 olanda kəsr hissə nəyə bərabər olur? Ədədin özünə bərabər olur. Onda bizə nə deyir? Deyir ki, bu ədədin kəsr hissəsidir. Kəsr hissəsini tapdıq. Nə lazımdır? Ədədin əksi. Ədədin əksini tapmaq üçün mən bu ədədin qabağına bir dənə elə mənfi ata bilərəm də. Yəni kök 30 minus kök 27-dir. Bu kəsr hissəsidir. İkinci isə ədədin nə edir? Əksidir. Ədədin əksi ilə kəsr hissəsinin hasili. İndi mən bunları bir-birinə vursam, mənfi kök 30 minus kök 27-nin mötərizə kvadratı. Bu da bərabər olacaq. Mənfi. Mötərizəni açıram. Birinci ifadənin kvadratı edəcək 30 çıxılsın. Birinci ilə ikincinin hasilinin 2 misli. 2 vurulsun 30 vurulsun 27. Üstə gəl 27. Bu da bərabər olacaq. Mənfi 30 ilə 27 bizə nə verəcək? 57 çıxılsın 2 vurulsun. 30 vur 27-dən bunu sadələşdirək. 30 vur 27-ni biz belə yaza bilərik. Deməli, bunu yazıram belə bu şəkildə. Baxın, burada qeyd edirəm. Bunu yazıram 3 vurulsun 10 vurulsun 27. Bu da bərabər olacaq. Deməli, 81 vurulsun 10'a. 81'dən də kök çıxır. Olur 9 kök 10. 9'da 2'yə vuranda bura olacaq 18 kök altında 10. Deməli, mənfini də içəri vursam, olacaq 18 kök 10, çıxılsın 57 olacaq. Deməli, bu sualın da cavabı nə oldu? 18 kök 10, çıxılsın 57. İndi ədədin standart şəklini izah edirəm. Ədədin standart şəkli nədir? Ümumiyyətlə, ədədin standart şəklinin aşağıdakı kimidir? Yəni, R bərabərdir, A vurulsun 10 üzəri N. Burada deyir, R həmişə müsbətdir. A ədədin qiymətli hissəsi adlanır. Qiymətli hissə 1 ilə 10 arasında yerləşir. 1 qiymətli hissə 1 ola bilər, amma 10 ola bilməz. Yəni 1'ə bərabərdir, amma 10'a bərabər deyil. N isə verilən ədədin tərtibi adlanır. İndi burada verilən suallara baxaq. Birinci sual deyir ki, bu ədədi standart şəkildə yazın. Baxırıq neçə 0 var 43-də. 43'də deməli neçə 0 var? 43 vurulsun 10 üzəri 5. Mən bunu standart şəkildə yazdımmı? Xeyr, yazmadım. Çünki biz dedik axı qiymətli hissə 1 ilə 10 arasında olmalıdır. Ona görə mən 43'ü belə yazıram. 43'ü yazıram 4,3 vurulsun. Bu tərtibini bir vayda artırıram. Olacaq 10 üzəri 6. Artıq bunu standart şəkildə yazdım. 4,3 bu verilən ədədin qiymətli hissəsidir. 6 isə verilən ədədin tərtibidir. 4,3 vurulsun 10 üzəri 6. Yəni burada biraz daha açıqlama verirəm. Yəni bunu belə yazırıq. Əslində 4,43'ü biz belə yaza bilərik. 4,3 vurulsun 10. Onu da 10 üzəri 5'ə vuranda 10 üzəri 6 alınır. Misal 2'yə baxaq. Vergüldən sonra baxıram neçə rəqəm var? 1, 2, 3, 4, 6 rəqəm var. 6 rəqəm varsa vergüldən sonra biz bunu belə yazırıq. 43 vurulsun 10 üzəri mənfi 6. 43 vurulsun 10 üzəri mənfi 6. Bu bu şəkildə yazılır. Yenə baxıram ki, qiymətli hissə 1 ilə 10 arasında olmalıdır. Ona görə mən bunu belə yazıram. Bunu yenə 4,3 vurulsun 10 üzəri bu mənfi 6'nı bir vayda artırıram. Olur mənfi 5. Bildi nəyə görə belə oldu? Çünki 43 4,3 vurulsun 10'dur. Onu 10 üzəri mənfi 6'ya vuranda bura mənə nə verəcək? 10 üzəri mənfi 5 verəcək. Ona görə bu ədədin də qiymətli hissəsi 4,3'dür. Tərtibi isə nəyə bərabərdir? Mənfi 5'ə bərabərdir. Növbəti sual, 3-cü suala baxaq. Deyir ki, 2m vur 10 üzəri 6 ədədinin tərtibi 7 olarsa, m'in ən kiçik qiymətini tapın deyir. Görürəm ki, bu ədədin tərtibi 6'dır. Amma misalda tərtibi 7 deyir. Ona görə mən nə edirəm bunu? 2m'i yazıram. 2m'i yazıram. 0,2m vurulsun 10 üzəri 7. Bu şəkildə bunu yazdım. Bizə deyir ki, m'in ən kiçik qiymətini tapın. Biz bilirik ki, qiymətli hissə 1 10 parçasında olacaq. Yəni 1 kiçik bərabərdir 0,2m. O da kiçikdir 10 arasında olmalıdır. İndi təbii ki, m'in ən kiçik qiymətini soruşur. Mən m'ə burada 1 verə bilmirəm, 2 verə bilmirəm, 3 verə bilmirəm, 4 verə bilmirəm. Çünki
0,2 bu 1 ile 10 arasında düşmür. Ona göre m'in en kiçik qiyməti nə olacaq? M burada 5'e bərabər olacaq. Yəni m'in ala biləcəyi en kiçik qiymət 5'dir. Çünki m'ə mənə 5 verə bilirəm. Çünki m'ə 5 verəndə bu 0,2 1 ile 10 arasında bu aralığa düşür. Deməli, m'in en kiçik qiyməti burada nəyə bərabərdir? M'in en kiçik qiyməti 5'e bərabərdir. Növbəti suala baxaq. Deyir ki, bu ədədləri verilib bizə, yəni A və B ədədləri verilib. M'in neçə natural qiymətində AB hasilinin tərtibi 8'e bərabərdir. Mən nə edirəm? Əvvəlcə A vur B hasilini tapıram. A vur B hasilini tapaq. Onda M'i vuram 2,6'ya. 2,6 M vurulsun 10 üzəri mənfi 16 da 23 bizə 7 verəcək. Tərtibi mən 8 tapdım, amma bizdə deyir ki, AB hasilinin tərtibi 8'e bərabərdir. Onda bu ədədi yenə belə yazıram. Vergülü 1 bay sola sürüşdürürəm. 0,26 M vurulsun 10 üzəri 8. Aha, bu şəkildə bunu yazın. İndi M hansı qiymətləri ala bilər burada? M hansı qiymətləri ala bilər? Baxıram ki, 0,26 M 1 ile 10 arasında düşməlidir. Onda M'ə mən 1 verə bilmirəm burada. 2 verə bilmirəm, 3 verə bilmirəm. M'ə ən kiçik 4 verirəm. Deməli, M daxildir hara? Ən kiçik 4 verirəm. 4, 5, 6, 7, 8, bir də 9 qiymətlərini verə bilirəm. 9 qiymətlərini M'ə bu qiymətləri verə bilərəm. 10 verə bilərəmmi? Bəli, M'ə 10 verəndə bu 2,6 olacaq. 2,6 1 ilə 10 arasında düşəcək. Amma burada M bu M olduğuna görə mən burada M'in yerinə 10 yaza bilmirəm. Ona görə M ancaq bu qiymətləri ala bilər. M'in neçə qiymətini soruşur? M'in 6 qiymətini soruşur. Yəni cavab burada 6'dır. Misal 5'ə baxaq. Deyir ki, A, B və C bir-birindən fərqli ədədlər olarsa, standart şəkildə yazılmış bu ədədlərin hasilinin ən böyük qiymətinin tərtibini tapın. İndi mən bu ədədlərin hasilini tapıram birinci. Yəni bunları bir-birinə vururam. A vur 10 üzəri B. Vur olsun C vur 10 üzəri A. Vur olsun B vur olsun 10 üzəri C. Bunları bir-birinə vuranda A, C, B, A, B, C vur olsun 10 üzəri A üstə gəl B üstə gəl C. Bu şəkildə yazdım. İndi bizə deyir ki, hasilinin ən böyük qiymətinin tərtibi. Bunun ən böyük qiymət alması üçün A 9, B 8, C 7 götürə bilərik və yaxud da fərqi yoxdur. C-ni 9, B-ni 7, A-nı 8 də götürə bilərik. Bu şəkildə götürə bilərik. Fərq eləmir. İndi bunları bir-birinə vuranda, yəni 9 vur olsun 8 vur olsun 7 vur olsun 10 üzəri 9 üzəri 8 deməli 17 bizə 24 verəcək. 9 8 vur 7 504 vur olsun 10 üzəri 24 olacaq. Bu standart şəkildə deyil, çünki 504 bir 10 parçasına daxil deyil. Ona görə nə edirəm? 504'ü 5 tam %4 yazıram. Bu 24'ü isə 26 edirəm. Yəni 10 üzəri 26. İndi qiymətli hissə burada 5 tam %4'dür. Bu ədədin tərtibi isə 26'ya bərabərdir. Hasilinin ən böyük qiyməti budur. Ən böyük qiymətinin tərtibi isə 26'ya bərabərdir. Yəni cavab burada 26'ya bərabər olacaq. Bu şəkildə şagirdlər, inşallah dərslərimizin davamı gələcək. Kanala abunə olmağı, rəy yazmağı unutmayın. Təşəkkür edirəm, çox sağ olun.